Musiqimiz də artıq öz beşiyinə Qarabağa qayıdıb. Bugün Qarabağ Universitetinin İncəsənət Fakültəsindəyik. Qonağımız fakültənin dekanı Türkər Qasımzadədir. Xoş gördünüz, Türkər müəllim. Çox sağ olun. Türkər müəllim, elə ilk öncə ondan başlayaq ki, bugün Qarabağ Universitetində digər ixtisaslarla yanaşı incəsənət ixtisaslarda tədris olunur, musiqi sahəsində və dizayn ixtisasında. Hazırda musiqinin hansı istiqamətləri üzrə burada tədris aparılır və incəsənətin hansı sahəsi üzrə ondan başlayardıq? Təşəkkür edirəm bir daha müsahibə üçün və bizim fakültəyə təşrif buyurduğunuz üçün çox xoşdur. Fakültəmizdə hal-hazırda 6 ixtisas tədris olunur. Bu ixtisasların içində instrumental ifaçılıq, deməli vokal sahəsinin klassik vokal, xanəndəlik, eyni zamanda musiqi müəllimliyi ixtisasları və dizayn, dekorativ tətbiqi sənət ixtisasları da İncəsənət Fakültəsində ixtisaslarının İncəsənət Fakültəsində tədris aparılmaqdadır. Dizayn ixtisası artıq 2-ci ildən daha dar ixtisaslaşmaya baş vurmuşdur. Burada interyer dizaynı, qrafik dizayn, geyim dizaynından söhbət gedir. Eyni zamanda dekorativ tətbiqi sənət ixtisasında tədrisini aparmaqdayıq. Bəlkə də Türkər müəllim, Qarabağ Universitetinin də incəsənətin tədrisinin ən müsbət tərəflərindən biri də ondan ibarətdir ki, milli musiqi və klassik musiqi vəhdətdə tədris olunur və birgə tədris aparılır. Sizcə bunun musiqimizin tədrisinə nə kimi töhfəsi var? Necə qiymətləndirirsiniz bunu? Təşəkkürəm, çox yaxşı sualdır. Burada ilk növbədə mən terminoloji məsələyə vurğu vurmaq istərdim. Milli və klassik məsələyə. Deməli, klassik musiqi deyəndə yəqin ki, dünya musiqisini və onun deməli, tarixi eyni zamanda belə deyək də, onun gəldiyi, indiyə qədər gəlib 21-ci əsrdə çıxdığı yeni görkəmlər, yeni formalar nəzərdə tutulur. Milli musiqimiz isə tarixən öz deməli, ərazilərimizdə formalaşmışdır və onun çox köklü, dərin kökləri var və biz əlbəttə onun bizim alimlərimiz, musiqişünaslarımız tərəfindən bu tədqiq olunmuşdur. Eyni zamanda bəstəkarlarımız da əlbəttə həmin o milli musiqini həm belə deyək, yaxşı mənada ondan yararlanmış, həm də onu yaratmaqdadırlar. Yəni, milli musiqi bir canlı orqanizmdir, dayanmadan yenilənir, bəstəkarlar da o milli musiqini yaratmaqla ona bir qatqı verirlər, yəni belə deyək. Və burada əsas məsələ odur ki, biz elə bu cür, bax, sizin dediyiniz o sualınızda olan məna ilə, sualınızda olan o konsepsiya ilə başlamışdıq. Biz deyəndə ölkəmizi nəzərdə tuturam, Azərbaycan musiqisi tarixini nəzərdə tuturam. Üzeyir Hacıbəylinin məqsədi, qayəsi, konservatoriyanı, belə deyək, nömrəsini qoyanda, onu yaradanda elə əsas məqsəd də o idi ki, bizim həm milli alət ifaçıları və yaxud da xanəndələri bir yerdə toplamaq, Azərbaycanın müxtəlif bölgələrindən ən istedadlı tələbələr gəlirdilər, daxil olurdular, oxuyurdular. Eyni zamanda yenə də Azərbaycanlı deməli, tələbələri, Azərbaycanlı cocuqları belə deyək, onlara musiqi tədrisi vermək başqa alətlərdə, yəni Avropa alətlərindən gedir söhbət ki, bu inteqrasiya baş versin. Bu inteqrasiya baş verməyəndə və bunlar tamamilə ayrı-ayrı təhsil alanda, bir-birlərindən kənar olanda, bir-birləri ilə o kollaborasiya baş vermir. Və o, bəzən müxtəlif fəsadlara gətirib çıxarır. Bəzən görürsən ki, musiqiçi, belə deyək də, dünya musiqisini yaxşı bilmir, yalnız öz milli musiqisinə köklənib və ancaq dar çərçivədə inkişaf edir. Yəni, biz onu dar çərçivələrə salmaqla heç nə udmuruq, heç nə qazanmırıq. Və fakültəmizdə məhz bax, bu ideologiya ilə, bu konsepsiya ilə biz tədrisə başladıq və bunun artıq indidən öz müsbət tərəflərini biz gözlərimizlə görürük, hər gün gündəlik sinif otaqlarında görürük və tədris planlarımızı da elə tutduq, elə qurduq ki, bu həm dünya standartlarına uyğun olsun, müasir metodologiyalar burada nəzərdə tutulsun, həm də milli musiqimizi öz köklərinə sadiq qalaraq, ənənələrinə sadiq qalaraq onu bu müasirliklə özümüzlə növbəti deməli, illərə, növbəti əsrlərə daşıya bilək. Onda deyə bilərik ki, artıq Üzeyir bəyin də ruhu şaddır ki, onun doğulduğu yerdə, Qarabağda, onun ilə qoyduğu ənənələr bugün davam etdirilir. Mən çox ümid edirəm ki, Üzeyir bəyin ruhu şaddır. Mən adətən ümumiyyətlə hesab edirəm ki, Üzeyir bəyin ruhunun
tam şad olması üçün biz çox işləməliyik və bir qədər də onun o felyetonlarındakı tənqidləri də nəzərdə almalıyıq. Musiqiçi yetişdirmək özü çətin bir prosesdir, amma bunun sonrakı mərhələsində də ki, bu gün nəzərə alsaq ki, rəqəmsallaşan bir dövrdə yaşayırıq, artıq müasir texnologiyalar, texnikalar yaranır. Bu musiqi nümunələrinin aranjmanına da ehtiyac ortaya çıxır. Siz növbəti mərhələlərdə bu sahədə peşəkar mütəxəssislərin yetişdirilməsi ilə bağlı hər hansısa bir planlar fikirləşirsinizmi? Ümumiyyətlə, musiqinin sənaye tərəfinin inkişafı üçün nə planlar vardır? Musiqinin, aranjman qeyd elədiniz, musiqinin ümumiyyətlə bir ifa tərəfi olur, bir onu işləmə, yəni aranjə etmə tərəfi olur, bir də onu birbaşa yazma, yəni birbaşa ixtira etmə, olmayan musiqini, yəni yeni musiqi yazma tərəfləri olur. Bu artıq bu üç təsnifat, üç fərqli ixtisas deməkdir. Bizdə ifaçılarda təhsil alır, bizdə bəstəkarlıq ixtisası üzrə yeni bir ixtisas elan etmişik, bəstəkarlıq ixtisası üzrə də qəbul ölkə üzrə elan etmişik. Bu qəbul çox ümid edirik ki, Azərbaycan Bəstəkarlıq Məktəbi çox böyük ənənələrə sahib olan Azərbaycan Bəstəkarlıq Məktəbi davam edəcək. Bizim üçün ən vacib məsələlərdən biridir ki, bu bəstəkarlıq məktəbi dünyanın hər yerində olmayan, yəni bilirsiniz, fərqli ölkələr var, amma o ölkələrin bəstəkarlıq məktəbləri yoxdur. Məktəb anlayışı biraz fərqli anlayışdır. Bizdə bu var və bu ənənələrin davamı çox vacibdir və arzuladığımız odur ki, Qarabağ Universitetində, İncəsənət Fakültəsində də bu ixtisas tədris olunacaq. Aranjman deməli istiqamətli fənləri biz artıq tədris planlarımıza daxil etmişik. Bunlar 3-cü deməli kursdan etibarən müxtəlif rəqəmsal audio proqramlar, ona ingiliscə DAW-lar deyirlər, Digital Audio Workstations. Bunların tədris planlarına biz daxil etmişik və onların da tədrisimizdə deməli əksini mütləq ki tapacaqdır. Əlbəttə müasir gənc, müasir ifaçı, müasir bəstəkar, istənilən yəni ixtisasçı həm səsi yazmağı bacarmalı, həm onun üzərində işləməyi bacarmalı, həm də onu belə deyək də öz niyyəti üçün, yəni öz yaratdığı bir proyekt üçün, bir layihə üçün aranjman etməyi də bacarmalıdır. Əlbəttə aranjman biraz bəstəkarlıq tərəfindədir işin. Daha çox bunu bəstəkarlar və yaxud da musiqişünaslar bəzən edir. Amma biz istəyirik ki, o ilkin bacarıqlar bütün ifaçılarımızda olsun və ona görə də bu bayaq qeyd etdiyim proqramlarla da onları çox erkən vaxtdan tanış edirik. Şəməm, süni intellekt də artıq inkişaf eləyir, günbəgün onun yeni versiyaları ortaya çıxır və heç şübhəsiz ki, süni intellekt musiqi sahəsinə də təsirsiz ötüşmür. Siz necə düşünürsünüz? Bunun inkişafı gələcəkdə yaradıcı beyin məhsulunun belə deyək, ortaya çıxmasına bir əngəl törədə bilərmi, mane ola bilərmi? Bununla bağlı musiqiçilərə hansı bir çağırış eləmək istəyərdiniz? Onunla bağlı da fikirlərinizi alalım. Qətiyyən əngəl törədəcəyinə inanmıram. Bunun bir alət olaraq inkişaf edəcəyinə inanıram və artıq indidən yəni belə hallar mövcuddur. Bu yəni sadəcə olaraq növbəti bir alətdir ki, siz bundan istifadə edərək, məsələn, biz pianodan istifadə edirik musiqi yazanda, düzdürmü? Sonra kompüter proqramlarından istifadə edirik ki, onu notlara yazaq. Elədirmi? Müxtəlif bu proseslərdə bizə biraz daha tez, yəni o işi etmək üçün yardımcı olacaq bir vasitə kimi bunu nəzərdə tuta bilərsiniz. Hə, əlbəttə, yəni siz mövcud olan bir musiqi nümunəsini və yaxud da musiqi nümunələrinin hansısa xüsusiyyətlərini birləşdirib yeni bir məhsul ortaya çıxara biləcək. Amma bu insan yaradıcılığından daha öndə gələ bilməz. Ona görə ki, yaradıcılığın mahiyyətində o var ki, deməli bənzərsizlik var yaradıcılığın mahiyyətində. Və o bənzərsizlik sonradan təbii ki, süni intellekt tərəfindən öyrənilə bilər. Ona görə çağırış edirəm ki, bundan çəkinməsinlər, bunu belə qorxulu bir məsələ kimi qəbul etməsinlər. Ölkəmizdə artıq bəstəkarlarımız bir neçəsinin adını da çəkmək olar. Firidun Allahverdin çox gözəl süni intellektlə yaratdığı, amma onun da sonradan da üzərində təbii ki, bir bəstəkar olaraq işlədiyi deməli gözəl bəstəkarlıq nümunələri, installyasiyalar var. Eyni zamanda yəni bu belə deyək də müasir dövrümüzdə
bayaq qeyd etdiyim kimi sadəcə olaraq bizi imkanlarımızı genişləndirib. Bəstəkarı əvəz edəcəkmi? Xeyr. Düşər müəllim, siz ölkə miqyasında da kifayət qədər nüfuzlu olan Kadenza Orkestrinin də qurucususunuz. Qarabağ Universitetində necə belə bir orkestr yarada bilmisinizmi? Kadenza Orkestri neçə ildir fəaliyyət göstərir? 4 ildən daha çoxdur. Düşünürəm artıq 5-ci ilimizə daxil olmuşuq və Kadenza Orkestri müxtəlif layihələrə imza atmışdır. Bunların bütün bu layihələrin önündə gələn maarifləndirmə layihələridir ki, biz məktəblərdə Kadenza Orkestri olaraq məktəblərdə interaktiv görüşlər etdik. Mən hətta bəzən bir söz istifadə edirəm. Biz musiqi peyvəndini yaymaqla, musiqi peyvəndi vurmaqla, yəni bizim tələbələrə, şagirdlərə onları bayağı musiqidən qorumağa çalışmaq, yəni istiqamətində həmişə çalışmışıq, bu illərdə bu işlə məşğul olmuşuq. Amma bu yeni bir şey deyil. Bax, bayaq Üzeyir bəyin adını çəkdik. Üzeyir bəy də, onun digər sərəfləri də bu işlərlə hər zaman məşğul olublar. Və düşünürəm ki, Kadenza bu orkestri bu istiqamətdə fəaliyyətini göstərəcək və sizə yeni bir xəbərim var ki, Kadenza Orkestri bu ildən Qarabağda fəaliyyət göstərir, Xankəndidədir. Mütəmadi olaraq biz həm Xankəndidə, həm Bakıda konsertlər edirik və bunu daha geniş miqyasda etməyi düşünürük. Bu konsertlər yenə də həm müasir musiqi, eyni zamanda klassik musiqini də Azərbaycan bəstəkar musiqisində ifa edəcək. Bəzən hətta elə olur ki, bizim heç zaman xatırlamadığımız, çox unutduğumuz müəlliflər də var. Bizim xəzinəmiz, musiqi xəzinəmiz çox zəngindir. Və Kadenza Orkestri o ilklərə də imza atır, onları da üzə çıxarır, onları ifa edir. Ona görə bu istiqamətin çox vacib olduğunu düşünürəm. Kadenza Orkestrinin üzvlərinin içində İncəsənət Fakültəsində dərs deyən müəllim əməkdaşlar da artıq çalışırlar. Gözəl bir yenilik, həm də bir xəbər də ondan ibarətdir ki, artıq tələbələrimizi də bu Kadenza Orkestrində bir təcrübəçi olaraq cəlb etməyə başlamışıq. Onlar da bizim konsertlərdə, Kadenzanın konsertlərində iştirak edirlər. Həm ifa edirlər, həm dinləyici qismində iştirak edirlər. Və qeyd etdiyim kimi, bax, bu maarifçilik istiqamətini ümid edirik ki, Kadenza Orkestri davam edəcək və sizi və dinləyicilərimizi hər zaman sevindirir. Bu gənclərin musiqi zövqü, bayağı musiqilərə meylliliyin çox olması hər zaman müzakirə olunan bir məsələlərdəndir. Sizcə bunun problemin kökünü harda başlamalıyıq həll etməyə? Orta məktəblərdənmi musiqinin tədrisi mükəmməl səviyyəsində olmalıdır ki, heç olmasa güclü bir musiqiçi yetişdirə bilməsək də kifayət qədər güclü zövqü olan klassik musiqiyə də müəyyən qədər meyilli olan bir gənclər yetişdirək. Necə düşünürsünüz? Doğrudur, təhsil çox önəmlidir, təhsilin bütün pillələri önəmlidir və ona görə orada müxtəlif işlər aparılmalıdır və çox ümid edirik ki, bu zaman-zaman bu deyilən sözlər, belə deyək, səsləndirilən fikirlər öz həllini tapmaqdadır. Amma eyni zamanda belə sadəcə olaraq, yəni belə deyək də, bu konsepsiyaları, bu fikirləri səsləndirməklə yox, həm də iş görməklə. Yəni mən belə deyək də bir çağırış edirəm ki, yəni iş görmək və onu nəticələndirmək vacibdir mənə görə. Bax, mən bir neçə ilin Kadenza Orkestrinin fəaliyyətindən sonra bir konserti xatırlayıram. Bu yaxınlarda Muğam Mərkəzində, Beynəlxalq Muğam Mərkəzində oldu. Kadenza Orkestrinin konsertində biz yer tapmadıq. Mən pilləkənlərdə oturdum, mənim həmkarlarım pilləkənlərdə oturdu və bu da bizim gənclərdir. Və onlar artıq bu musiqiyə maraq göstərirlər, zalı doldururlar, artıq sığmırlar, zallara sığmırlar. Yəni, deməli, bu klassik musiqinin dinləyicisi yoxdur, bunun axırı necə olacaq, biz nə edəcəyik? Bu tipli suallarla, belə deyək də, onları səsləndirib kədərlənməkdənsə, həmin konsertləri tapmaq lazımdır, o konsertlərə gəlmək lazımdır, bilet alıb yaxınlaşmaq lazımdır həmin konsertlərə, övladlarınızla, deməli, dostlarınızla,
ətrafınızla həmin konsertlərə gedərək onlara həm də bu konsertlərə bir növ dəstək olmuş olacaqsınız və keyfiyyətli məhsul alacaqsınız. Yəni bunu digər sahələrlə müqayisə etmək olar. Siz necə yəni keyfiyyətli qidalanmalısınızsa, eyni zamanda keyfiyyətli musiqidə, keyfiyyətli və canlı musiqidə dinləməlisiniz. Bu da həm təhsildən irəli gəlir, həm insanların dünya görüşündən irəli gəlir, həm də onların belə deyək də hansı nəyi qəbul etmək seçimlərindən irəli gəlir. Məni ən çox narahat edən məsələlərdən biri də bugün uşaq mahnılarının daha az yazılmasıdır. Yəni Allah rəhmət eləsin, bəstəkarımız Oqtay Zülfüqarov kifayət qədər özündən sonra uşaq mahnıları qoymuşdu. Bugün bəstəkarları necə bir motivasiya tədbirləri ilə təşviq eləmək olar ki, artıq uşaq mahnıları da yazsınlar. Çünki uşaqlarımız böyüklər üçün yazılan mahnılarla deyil, öz yaşlarına uyğun mahnılarla böyüsünlər. Bilirsiniz, bəstəkarların ümumiyyətlə fəaliyyəti sifariş əsaslı olur. Yəni siz, mən evdə tutaq ki, öz oğlum üçün, öz qızlarım üçün mahnı yazıram və onlar üçün onu oxuyuram piano arxasında və biz bir yerdə onu səsləndiririk. Bu mümkündür və bunu edirik. Ümumiyyətlə digər bir məsələni də sizin diqqətinizə çatdırmaq istəyirəm. Azərbaycanda bəstəkarlar artıq uşaq musiqisi yazmır. Deməli, ifadəsini doğru hesab etmirəm. Az yazır dedim, mən yazmıram. Yəni, yox, biz bilmirik sadəcə. Biz onları üzə çıxartmırıq. Məsələn, Ayaz Qəmbərlinin yeni bir piyes albomu var, uşaq piyesləri. Tahir Bişov bu istiqamətdə işləyir. Bunların adlarını ümumiyyətlə geniş ictimaiyyət tanıyırmı? Sualı var. Geniş ictimaiyyətimiz Xəyyam Mirzazadənin uşaq piyeslərini bilirmi? Onu dinləyibmi ümumiyyətlə? Onlar nə qədər çap olunur, yeni tirajlar, yəni ancaq Oqtay Zülfüqarovun məsələn adını çəkdiniz də, amma digər müəlliflər çoxdur. Yəni bizdə əslində uşaq musiqisi ədəbiyyatı var. Yəni biz onu deyək ki, yoxdur, elə deyil. Yəni bu həqiqətən var. Bunun təbliği məsələsidir önəmli olan və bunu bayaq o kadensiyanın fəaliyyəti ilə bağlı dediyim məsələdə yenə də geri dönürəm. Bunu belə deyək də, bunun qəbullanmağını, bunu təbliğ edəndən sonra bunun yayılmağı məsələsi. Yəni, uşaq filarmoniyası var bizdə, uşaq xor kollektivləri var. Bunlarda deməli, bəstəkarlar sifarişlər ala bilərlər. Çox sayılı, yəni uşaq operası yazılmalıdır ki, bizdə vaxtı ilə yazılıb, Sovet dövründə də yazılmış operalar, baletlər var. Onlar nədənsə indi dayanıb, yəni yazılmır və s. Bəstəkar isə öz evində, öz inisiativası ilə, yəni öz istəyi ilə uşaq operası, uşaq kantatası, uşaq baleti yaza bilməz və yaxud da uşaq mahnısı yazmaz. Yəni yazar, yəni bayaq qeyd elədiyim kimi. Yəni belə mən tək qalanda şəxsən otururam bir piano əsəri yazıram. Çünki onu mənim bacım Humay Qasımzadə ifa edəcək. Yəni heç bir sifariş yoxdursa, yəni tamamilə sifarişsiz məsələ varsa, o cür edirik. Amma ona görə də yəni bu qarşılıqlı belə deyək də sifariş və ona verilən cavab kimi deməli anlaşılmalıdır və çox ümid edirik ki, bu istiqamətdə də işlər olacaq. İndi Uşaq Filarmoniyası açıldı, onların müxtəlif tədbirlərini görürük və bu bizi ümidləndirir. Qarabağ Universitetində hazırda təkcə bakalavriat səviyyəsində təhsil aparılır. Növbəti mərhələlərdə magistratura və doktorantura səviyyəsində də qəbulun aparılması nəzərdə tutulurmu, yoxsa necə? Bəli, deməli hal-hazırda bizdə bakalavr səviyyəsində təhsil davam edir, artıq 2-ci ilimizdir və növbəti illərdən biz magistratura və digər yəni dərəcələrdə nəzərdə, doktoranturanı da nəzərdə tutmuşuq. Hal-hazırda yalnız bakalavr. Onda hazırda musiqinin tədqiqat tərəfi belə deyək ki, burada aparılmır da. Yəni musiqişünaslıq ixtisası üzrə deməli artıq elan etmişik və o deməli qabiliyyət imtahanlarından sonra o mərhələlərdən sonra bizə tələbələr başvura bilər və bizdə oxuya bilərlər. O ixtisasın zaten mahiyyəti tədqiqat aparmanı öyrənmədir. Yəni musiqişünas mütləq tədqiqat edir, təbii təhlil edir və təhlil etdiyini də öz tədqiqatında
ifadə edir. Ona görə yəni o da olacaqdır. İlkin mərhələlərdən də bu mümkündür. Hazırda necə Qarabağ Universiteti İncəsənət Fakültəsində tədris aparan müəllimlər necə bu sahədə tədqiqat materialları hazırlayırlarmı? Yəni beynəlxalq nüfuzlu jurnallarda onların dərci ilə bağlı işlər aparılırmı? Hal-hazırda deməli bizim musiqişünaslarımız da müxtəlif musiqinin və digər incəsənətin digər musiqişünaslardan əlavə sənətşünaslarımız da var. İncəsənətin fərqli sahələrində tədqiqat aparmaq və əlbəttə müxtəlif nüfuzlu konfranslarda da çıxışları olubdur və onların zaman-zaman ən vacib, belə deyək, keyfiyyətli jurnallarda çapının da, deməli, məqalələrin çaplarını da görəcəksiniz. İncəsənət Fakültəsinin həm də başqa bir fərqli tərəfi odur ki, artıq 2 il ərzində biz, belə deyək də, dünya ölkələrinin bir çoxunda bizim deməli həm fakültəmizi, həm universitetimizi, amma həm də eyni zamanda Azərbaycan deməli musiqisini, yəni ölkəmizi təmsil etmiş əməkdaşlarımız var. Amma hər ay demək olar ki, bu baş verir ki, bizim mütləq bir ifaçımız ya Avropa ölkəsindədir, ya Amerika ölkələrinin birindədir, ya yəni mütəmadi olaraq onlar festivallarda, konsertlərlə deməli çıxış edirlər və ki, bu da bizim universitetimizin belə deyək də səsləndirilməsində, universitetimizin nüfuzunun yayılmasında çox önəmli bir vasitədir. Türkər müəllim, ixtisasınız üzrə daha çox musiqidən danışdıq, amma bildiyimiz kimi İncəsənət Fakültəsində həm də incəsənətin digər sahəsi dizayn, səhv eləmirəmsə də tədris olunur. Bu istiqamətdə işlər nə yerdədir? Gələcəkdə bu digər belə deyək sahələrin tədrisi ilə bağlı hansı planlar var? Deməli, dizayn və dekorativ tətbiqi sənət ixtisasları hal-hazırda bizdə tədris olunur və bu ixtisaslar üzrə bizdə çox uğurlu bir proses getməkdədir. Müxtəlif sərgiləri siz mütəmadi olaraq bu zalda, başqa bir zalımız da var, orada emalatxana da var, orada da bu yaradıcı işləri hər zaman görə bilərsiniz. Həm tələbələrimizin, həm də bizim müəllimlərimizin fərqli istiqamətlərdə işləyən müəllimlərimiz var. Şuşa deməli ixtisası üzrə ixtisaslaşmış, dekorativ tətbiqi sənət üzrə ixtisaslaşmış müəllimimiz var. Xalçaçılıq çox vacib bir sahədir. Onu deməli tədris edən, yəni onu həm də özü də xalçaçı olan müəllimimiz var. Memar müəllimimiz var və s. Yəni bu istiqamətlər üzrə də əlbəttə bizdə yeni ixtisasların açılmağı nəzərdə tutulur. Bax bu oturduğumuz zalda hal-hazırda gördüyünüz miniatürlərdir. Bu miniatürləri bizim tələbələrimiz çəkiblər. Təbriz miniatürü üslubu üzərinə istinad edərək, yəni ona istinad edərək və bu miniatür üslubunun da canlanması deməkdir. Onun üçün bir balaca kiçik də olsa bir addımdır. Yəni bu zaman-zaman unudulmuş, bu belə deyək də sahə, incəsənətin bu sahəsi də çox ümid edirik ki, Qarabağdan belə deyək də daha yüksək zirvələrə qalxa biləcəkdir. Təşəkkürlər müsahibə üçün Türkər müəllim. Bəli, əziz izləyicilərimiz, Azərbaycanın çox zəngin mədəni irsi vardı və nə xoş ki, bugün doğma Qarabağımızda da mədəniyyətin bütün qolları, musiqi, incəsənətimiz tədris olunur və daha da inkişaf edəcəyinə inanırıq. Sağ olun, salamat qalın.